Salam hörmətli tamaşaçılar, Haqq Hesabdasınız. Haqq Hesabda bu dəfə mövzumuz təhsildir. Amma təhsildə dərs yükü deyil, daha ağırlı məqamdır. Məktəbdə yığılan pullarla bağlı. Pullar dedikdə, yəni fond pulu adı altında müxtəlif vasitələr üçün yığılan pullar. Gündəliklərin satımı. Məktəblərdə əgər bütün marketlərdə gündəliklər satılırsa və bütün valideynlər bunu özləri şəffaf şəkildə əldə edə bilirsə, niyə məktəbdən almalıdır? Təəssüflər olsun ki, bəzi məktəblər deyir ki, gündəliyi məktəbdən alınmalıdır. A4 və digər ləvazimatlar üçün, markerlər üçün məktəbdə müxtəlif pullar yapılır. Bütün bu mövzuları həmkarım Tural Turalla müzakirə edəcək. Tural bəy, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Tural bəy, artıq mövzumuz aydındır. Bildiyimiz kimi tədris ölkəmizdə sentyabrın 15-dən başlayır. Amma təəssüflər olsun ki, avqustun son həftəsindən və ya sentyabrın 1-dən müxtəlif WhatsApp qrupları açılır və bu qrupda fond pulu altında digər məktəb üçün lazım olan ləvazimatlar, təmir pulu, pullar yığılmağa başlayır. Və qeyd edirlər ki, təhsildə rüşvət yoxdur. Əvvəl onu deyim ki, bir müddət bundan öncə Azərbaycanın Təhsil Naziri Emin Əmrullayev bildirmiş ki, Azərbaycanın təhsil sistemində rüşvəti yoxdur və Azərbaycanın keçmiş baş prokuroru, keçmiş millət vəkili Tahir Kərimli məsələyə münasibət bildirmiş ki, necə yəni rüşvət yoxdursa, bu sadalanan faktların kökündə özəyində nə durur? Çünki o da sadalanmışdır ki, məsələn, istər orta məktəblərdə, ali təhsil müəssisələrində bu və ya digər formada müəllimlər şagirdlərdən və ya valideynlərdən pul tələb edir. Əvvəl onu deyək ki, ilk növbədə Azərbaycan dövləti təhsillə bağlı, yəni ödənişsiz təhsillə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və Azərbaycan büdcəsinin imkanları Azərbaycan dövlətinə o şəraiti yaradıb ki, hər bir vətəndaşına ödənişsiz təhsil almaq imkanını yaratsın. Bu bir mənalıdır. Deməli, pul yığılırsa bu və ya digər məsələlərlə bağlı, bu artıq cinayət faktıdır. Yəni, rüşvət varsa, bu Azərbaycan təhsil sistemində olan üzdən-iraq müəllimlərin, üzdən-iraq pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin, hətta onların içərisində üzdən-iraq professorlar, ali məktəblərdə təbii ki, əməkdar müəllimlər və digərlər ola bilər. Bunlar Azərbaycan şagirdinin, Azərbaycan valideyninin gözündən Azərbaycan dövlətini salmaq istəyirlər və buna qarşı ölçü götürməlidir. Baxın, biz durmadan deyirik ki, məktəbdə marker pulu alırlar, nə bilim, gündəlik pulu yığırlar, təbaşir pulu yığırlar və yaxud da ki, indi bu təbii ki, ucqar rayon məktəbləri ilə bağlıdır. Odun pulu qaz olmayan məktəblərdə, başqa digər pullar, hətta müəllimlər günündə müəllimə hədiyyə, nə bilim, son zəngdə müəllimə hədiyyə, filan kəslərə hədiyyə, məktəb rəhbərliyinə hədiyyə və digər bu kimi faktlar var. Bunlar hardan qaynaqlanır? Bu birmənalı şəkildə cəzasızlıq mühitində formalaşır bunlar. Əgər Azərbaycan valideyni avqustun axırı, sentyabrın əvvəlində müəllimə pul yığmaq əvəzinə bu cür faktları işıqlandırmaq üçün WhatsApp qrupları açsa və həmin valideynlər yığışaraq bütün bu hüquq pozmalarla bağlı aidiyyatı qurumlara, hüquq mühafizə orqanlarına müraciət eləsələr, bu boyda problem yaranmaz. Baxın, rüşvətin iki tərəfi var, alan və verən. Alan, indi başa düşdük, biz müəllimləri qınayırıq kəskin şəkildə ki, müəllimlər rüşvət alır və s. Rüşvəti verən kimdir və buna maraqlı olan kəs kimdir? Valideyndir. Valideyn bunun qarşısına sərt şəkildə çıxsa, o zaman bu cür iyrənc faktorlarda olmaz. Baxın, müəllim rüşvət alırsa, o şagirdin və valideynin yanında dövləti gözdən salır, dövləti zəif göstərir. Bu, birbaşa Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanətdir. Tural bəy, mən sizinlə razıyam. Valideynlər bununla bağlı hüquq mühafizə orqanlarına, aidiyyatı qurumlara xəbər verməlidir. Amma əsas faktlardan biri budur ki, valideynlər onu hansısa bir quruma şikayət eləyəndə başlayırlar onun övladını sıxışdırmağa. Loğru dildə desək, gözüm çıxdıya salmağa. Pul verən valideynin uşağı daha artıq qayğı görür, verməyənin də övladı qeyd elədiyim kimi sıxışdırılır. Başa düşdüm. Bax, gəlin, indi bu çox önəmli bir məsələdir. Deyirsiniz ki, müraciət olundu. Ondan sonra müəllim həmin uşağı, yəni valideyni şikayət edən uşağı incidir və yaxud da ona fərq qoyur, diskriminasiya yaradır və s. Deməli,
cəzasızlıq mühitinin başqa bir boyuta daşınmasıdır. Tam cəza deyil. Tam cəza bilsiz necə olur? Rüşvət alan müəllim ömürlük pedaqoji fəaliyyətdən məhrum edilir. Ömürlük. Bir də o məktəbdə dərs deyə bilməz. 1-2 belə fakt olandan sonra qələt eləyər, başını daşa döyər, başqa bir müəllim rüşvət alır. Faciəli məqamlardan biri də bilirsiniz nədir? Elə o qrupda olan valideynlər özləri, hansı ki etiraz edən valideyn var, özləri onu topa atır. Əgər həmin valideyni kim niyə vermirsən bu pulu? Niyə verməlidir valideyn o pulu? Başa düşdüm. Hansı valideyn ki elə etiraz yaradır, tutalım 1 nəfər, 2 nəfər, WhatsApp qrupunda 10-15 valideyn olmur. Bəzən uşaqların sayı qədər 20-25, nə bilim nə qədərsə valideyn olur da. O 5 nəfər narazılıq eləyirsə, digər 15 nəfər deməlidir ki, sizin pulunuz, imkanınız varsa, gedin pullu bahalı məktəblərdə övladınızı oxudun. Bu Azərbaycan dövlətinin kasıblar üçün ümumiyyətlə sosial təbəqəsindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq hər kəs üçün bərabər belə deyək də hüquq tanıdığı təhsil ocağıdır, təhsil sistemidir. Söhbət orta məktəblərdən gedir. Sənin artıq pulun var. Get Azərbaycanda illiyi 10 min, 15 min, 20 min manat olan təhsil ocaqları var. Get orada oxusun. Oxford məktəbi var, digər Ankara məktəbi var, digər məktəblər var. Türk dilli, ingilis dilli, fransız dilli məktəblər var. Getsin orada oxusun. Yenə də burada gəlir cəzasızlıq mühitinə. Bəli, mən indi ictimai kəsimlə, ictimaiyyət arasında tez-tez oluram. Bir nüansı qeyd edeyim. Deməli, taksidə gəlir, keçən səfər Masazırdan bir nəfər deyir, məktəbin nömrəsi yadından çıxdı indi. Deyir, mənim uşağım 2 gündür cəmi 2 gündür məktəbə gedir. Deyirlər ki, məktəbi təmir eləməliyik. Məktəbin təmirinə pul yığılmalıdır. Sən buna hələ A hərfini öyrətməmsən, bundan nə pul istəyirsən? Bu bir. İkincisi də ki, Azərbaycan dövləti, biz deyirik ki, ağız dolusu, Cənubi Qafqazın lider dövlətiyik, faktiki elədir, yəni iqtisadiyyatımız, gücümüz buna əsas verir. Biz Cənubi Qafqazın lider dövlətiyik, inkişaf etmiş ölkəyik. Yaxşı, Azərbaycan dövləti o qədər aciz qaldı ki, bir məktəbi təmir eləyə bilmir. Baxın, əyani sübut eləyək. İşğaldan azad olunmuş ərazilərdə 3 ay ərzində sıfırdan dağıdılmış, tamamilə yox olmuş, yəni binövrə qazılır, sıfırdan 3 aya məktəb inşa olunursa, Bakının göbəyində, şəhərin mərkəzində necə olur ki, 2 aya, 3 aya bir məktəb təmir olunmur? Yəni, iyun ayında dərslər bitir, məktəblər bağlanır, sentyabra qədər nə oldu? Təmir olunmadı. Təmir mövzusuna toxunmuşkən Tural bəy, Respublika İncəsənət Gimnaziyası artıq ötən ildən təmirə bağlanır. Və qeyd edirlər ki, məktəb artıq fəaliyyətə 2026-cı ilin sentyabrında fəaliyyətə başlayacaq. Yəqin ki, tanırsınız həmin bina ilə də çox da böyük bina deyil. Yəni bunun təmiri artıq il alır. Yenə də burada təhsildə idarə etmə məsələsidir. Və valideynlər ora övladlarını yəni yerləşdirirkən həmin təhsil ocağına nəyə nəzərən ora qoyublar? Hər kəs işləyir, uşağını səhər 9-da qoysun, 5 tamamda götürsün. Yəni orada təhsil fəaliyyəti belədir. Amma indi artıq elə bir çətin vəziyyətə düşüb ki, orada övladı təhsil alan valideynlər də bunu təsdiqləyərlər. 189-190 nömrəli məktəbdə uşaqlar təhsil alırlar, ixtisası konservatoriyada alırlar. Yəni nəzərə alsaq da şəhərin probkası, bu uşaq bu ağır dərs yükünü nə vaxt həll eləsin? Yadıma bir epizod düşdü. Deməli, müsahibə götürdüm Azərbaycanın keçmiş təhsil naziri Firdin Cəllovla, Firdin Ağasoğlu ilə. O belə bir əhvalatı danışmışdı. Deməli, onun nəvəsi indiki təhsil naziri Emin Əmirullayevlə qonşudular. Nəvəsi nazirin qarşısını kəsib və bildirmiş ki, yaxasından yapışmış ki, bu nə qədər dərs kitablardır, mən yükləmişəm, mən oxuya bilmirəm, daşıyıb aparıb məktəbə çıxara bilmirəm, belim əyri qalıb. Və doğrudan da haqlıdır o uşaq, o 1-ci sinif uşağı doğrudan da haqlıdır. Bilirsiniz, bizdə təhsil sistemi o qədər bərbad vəziyyətdədir ki, məsələn, deyirlər ki, get əlavə dərs vəsaitləri al. Valideynləri məcbur edirlər ki, bu dərs vəsaiti olmasa uşaq oxumayacaq, keyfiyyətsiz olacaq onun dərsi. Yaxşı, əgər bu dərs vəsaitləri lazımdırsa, sən onu niyə elə dərs kitablarının dövlətin ayırdığı pulla çap olunan dərs kitablarının içində yerləşdirmirsən? Bizim dövrümüzdə də müntəxabat olub, amma müntəxabat dərslikdən qat-qat nazik olub. Məsələn, tutalım, dərslik kitabı 200 səhifə olubsa, olub 100 səhifə, 70 səhifə, 80 səhifə. Bu bir məsələnin bir tərəfi. İndi dərs kitablarını əlinə alırsan, tutalım, onun istifadə müddəti 5 ildir. Baxırsan ki, 1 il keçdi, 1 ildən sonra piltik kitablar. Ələ gələsi deyil.
Bunu deyə bilərsiniz ki, bunu uşaqlar eləyir. Birincisi müəllim nəzarət eləməlidir ki, uşaqlar kitabları yaxşı saxlasın. Deməli, müəllim bütün şagirdlərə nəzarət eləyə bilmir. Bu məsələnin bir tərəfi. İkincisi, uşaq nə qədər kitaba qarşı amansız olsa belə, bu 5 il müddətinə, 10 il müddətinə nəzərdə tutulan kitablar bir təhsil ilini başa vura bilmirsə, bu həm də nəşriyyatın günahıdır. Deməli, oradan da pul yeyiblər. Ki, keyfiyyətsiz olub. Tural bəy, əsas məsələlərdən biri tutaq ki, uşaqlar az yaşlıdırlar, kitabla normal davranmağı bacarmırlar. Yəni istifadəsi başa çatır bir il ərzində kitabın. Məsələnin ağrılı tərəflərindən biri də bilirsiniz nədir? Təhsildə dərslik çatışmazlığı. Bir evdən 2 övlad məktəbə gedirsə, birinə kitab verilir, digərinə deyilir ki, sizə desən olmuşdur elə bir şey. Bəli. Belə bir şeylər baş verir. Ki, hansı ki, dərslik çatışmazlığı. O ümumiyyətlə müəllimin. Yəni bu nazirlik bilmir ki, il ərzində fəaliyyət göstərdiyi məktəblərdə nə qədər uşaq dərsə gedəcək və buna nə qədər kitab lazımdır. Yəni şagird sayına görə kitab çap olunmalıdır. Mən belə başa düşürəm. Yəqin ki, vaxtımız azdır, ona görə mən də qısa sürətlə cavab verim bu məsələyə. Bu inandırıcı gəlmir ki, sırf Təhsil Nazirliyinin məsələsidir. Ancaq bəlkə də ola bilər Təhsil Nazirliyi o qədər nöqsanlar var ki, onların fəaliyyətində, yəni kifayət qədər nöqsanlar var. Ola bilsin ki, elə Təhsil Nazirliyinin göstərişi ilə eləyirlər. Amma dövlət yenə də deyirəm, hər bir uşağı kitabla təmin eləmək, dərs vəsaitləri ilə təmin eləmək öhdəliyini öz üzərinə götürüb. Yəni o müəllimin belə deyək də məsələyə dırnaqarası, barmaqarası, başdan sovdu yanaşmasıdır. Yəni təhsil sistemini Həsən Soxdu Basməmmədi dəyirmanına çevirmək lazım deyil. Bu bilirsiniz nədən irəli gəlir? Deməli, Azərbaycan təhsil sistemində çalışan pedaqoqların, mənim də ailəmdə kifayət qədər müəllimlər var. Hətta mənim də ixtisasım müəllimlik, ixtisasda müəyyən qədər yaxın peşədir. Və onu deyim ki, Azərbaycanda müəllimlərin böyük əksəriyyəti nə dərsə nəzarət eləyə bilir, dərs prosesinə, nə şagirdlərə nəzarət eləyə bilir, nə o texniki məsələlərə nəzarət eləyə bilir sizin dediyiniz. Ki, necə yəni, bir uşaq, evdən 2 uşaq gəlirsə, yaxşı, tutaq ki, ikisi də ilə də dərs oxumaq istədi, onda nə etməlidir? Elə məsələ də budur da. Yəni, bunlar ağla sığmaz dərəcədə. Əgər sən... Hələ müəllim göstəriş verir ki, növbəli şəkildə oxusunlar. Yəni, bu belə bir sistem yoxdur. Gəl az yaşlını başa sal ki, siz dərsi növbəli şəkildə oxumalısınız. Yəni, bu istənilən halda Azərbaycan müəlliminin bugünkü ən aşağı təfəkkürə malik bəzi müəllimlərin ən aşağı təfəkkürə malik olduğunu göstərir. Onları nəinki məktəbə 20 uşağı idarə etmək üçün göndərmək lazımdır. Onları ferma müdürü də qoymaq olmaz. Onlar inəklərin də başına min oynasalar. Necə ki, bizim Məlikə Abbaszadə, köhnə TQDK-nın sədri, indiki DİM-in rəhbəri bir maraqlı inəklərlə bağlı bir söz demişdi ki, hər gün sağılmaq məsələsi. Bəli. Elə bilirsiniz, yəni bu gün Azərbaycan müəllimi çalışır ki, hər gün valideyni sağsın pulla. Bu yol verilməzdir və bununla bağlı valideynlər sözü bir yerə qoymalıdır və aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməlidir. Və mənim bir təklifim var ki, məktəblərdə, necə ki, müsəlman ölkələrində əxlaq polisi olduğu kimi, təhsil polisi olmalıdır. Necə ki, məktəblərdə psixoloqlar olur və hər məktəbdə bir nəfər polis nümayəndəsi, hüquq mühafizə orqanı nümayəndəsi oturmalı və prosesə birbaşa nəzarət etməlidir. Əgər bu gün kameraların qarşısında, Lənkəranda, nə bilim Bakıda, Şəkidə, orada burada bir müəllim xadiməni döyürsə, şagirdi döyürsə, deməli kameralar, təhlükəsizlik kameralarda işə yaramır. Lazım gələrsə onu silə də bilirlər. Məktəb rəhbəri, çünki əgər özü rəhbərdir də, silə bilər, yəni bu şey. Amma orada polis olsa və prosesə yerində nəzarət eləsə, mən düşünürəm ki, bu cür belə deyil, iyrəncliklər çox olmaz və ən əsas məqamlardan biri də odur ki, biz tez bir zamanda fin təhsil modelinə keçməliyik. Artıq zamanı çatıb. Azərbaycan dövləti 1992-ci ildə buna cəhd elədi. Təbii ki, o vaxtda biz çox pis vəziyyətdə idi ölkəmiz, iqtisadi durumumuz yaxşı deyildi, alınmadı və indi hesab edirəm ki, zamanıdır. Biz sürətli inkişaf istəyiriksə, ümumiyyətlə Sovet dövrünün qalıqlarından, indiki sistemdən qurtulmalı və yeni
daha səmərəli film təhsil sisteminə keçməliyik. Təşəkkür edirəm dolğun fikirləriniz üçün Turan bəy. Belə əziz tamaşaçılar, bugün mövzumuz təhsil idi. Sizin də hər hansı bir şikayətləriniz varsa bizə yönləndirə bilərsiniz. Sonda isə hər birinizdən xahişim kanalımıza abunə olun, yayımlarımızı bəyənin, sağ olun, salamat qalın. Görüşərik. Hələlik.